Ümumiyyətcə, Respublikamızda heyvanlar arasında 5 növ qan parasitar xəstəliyi yayılmışdır ki, bunlardan da biri peripladinozdur. Peripladinoz da əsasən iri buzun heyvanların qan parasitar xəstəliyi olub, iki gedişli və xroniki formada olan bir xəstəlikdir. Bu xəstəliyin törədicisi nöqtəvari, ovalvari, armudvari, amiyopvari formada olmaqla mikroskop altında çox kiçik formada görüşür və eritrosit daxilində yaşayırlar. Bu xəstəliklər Respublikamızın demək olar ki, bütün təbii iqlim qurşaqlarında, ən əsası da Aran ərazilərində daha intensiv yaşayır. Çünki bu xəstəliyi törədən bofil çiçənələri bu ərazilərdə daha intensiv yaşayır. Heyvanlar bu xəstəliyə iki formada yoluxa bilirlər. Biri aralıq sahiblərinin iştirakı ilə, digəri isə qan vasitəsilə. Aralıq sahiblərinin iştirakı ilə dedim ki, çiçənələrin iştirakı ilə, digəri isə xəstə heyvanların müalicəsi zamanı istifadə olunan şprislərdən təkrar olaraq heyvanlarda istifadə olunması. Və heyvanın orqanizmə düşmüş qan parazitləri əgər gənə ilə yoluxubsa 5-10 günə, qanla yoluxubsa 9-15 günə inkişaf edərək öz parazitliyini etməyə başlayırlar. Xəstəlik intensivləşdikdə təbii ki, mədə-bağırsaq orqanlarında, daxili orqanların hamısında saralmalar və rəng dəyişmələr və qan sağıntılarına təsadüf edilir. Bu xəstəliyin əsasən qarşısını almaq üçün bu və ya digər formada kimyəvi maddələrlə mübarizə aparılmalıdır. Mübarizəni aparmaq üçün isə ilk növbədə xəstəliyə dəqiq diaqnoz qoyulmalıdır. Apardığımız tədqiqatlardan və aldığımız məlumatlara əsasən deyə bilərəm ki, diaqnoz qoymaq üçün ilk növbədə xəstəlik görünən kliniki əlamətləri, bədənində olan temperaturun hətta 42 dərəcəyə qədər çatması, görünən seyhli qişalarda saraltıların əmələ gəlməsi və s. kimi klinik əlamətləri göstərmək olar. Amma dəqiq diaqnoz qoymaq üçün isə bu xəstəliyin periferik qan damarından qan alıb, yaxma hazırlayaraq diaqnoz qoyulur. Bu xəstəlikdən qorumaq üçün ilk növbədə heyvanlar quru və təmiz tövlə şəraitində və otaraqlarda saxlanmalıdır. Otaraqlarda bu heyvanlar dənələrə görə qeyri-sağlam olan əgər ərazilərdə saxlanılırsa, mütləq həmin ərazilər 10-15 gündən bir dəyişdirilməlidir. Bununla yanaşı, heyvanların hamısı 15 gündən az olmayaraq müxtəlif tərkibli akarotit preparatlarının çimizdirilməlidir. Heyvanlar çimizdikdən sonra ya gün batandan sonra, yəni gün şüası birbaşa heyvanın üstünə vurmasın və yaxud da çimizdikdən sonra tövlə şəraitində mütləq saxlanılmalıdır. Ona görə ki, çimizdikdən sonra xarici mühitə və yaxud da çölə, otarağa buraxdıqda günəş şüası altında olub, həmin kimya maddələ müəkkəb kimya birləşmələri əmələ gətirdikdə zəhərlənir və heyvanı tələf olurlar. Əgər bunu tətbiq edə bilsək, heyvanların bu və ya digər formada xəstəlikdən qoruya bilərik.